sizə panik atak haqqında danışacağım. Panik atak adından da məlum olduğu kimi atak şəklində gələn bir təşviş tutmalarıdır, təşviş ataklarıdır. Bu sırada yoğun bir təşviş halı olduğu üçün şəxs ona nəsə olacağından qorxur. Bu hər zaman ölüm qorxusu deyil. Çox zaman ürək infarktı və yaxud da ki, insult keçirmə kimi bir qorxu olur. Bununla bir yerdə də təzyiqin yüksəlməsi baş verir. Sanki o qorxduğu şeyi də açıqlayan bir vəziyyət yaranır. Eyni zamanda məsəl üçün ürək bölgəsində ağrı, qollarda uyuşma, bunun kimi hallar ola bilər. Bəzən isə insanlarda fərqli qorxular ola bilər. Bunlardan da birisi özündən getmə qorxusu, dəli olma qorxusu, bunun kimi qorxular da işlik eləyə bilər, bir yerdə gedə bilər. Bu hallarda şəxslər tək bir yerlərə getməkdən qorxmağa başlayırlar və yaxud da tək evdə qalmaqdan qorxmağa başlayırlar. Çünki onlara bir şey olarsa, o sırada yanlarında onlara kömək eləyəcək birinin olmasından ehtiyac hiss edirlər. Eyni zamanda digər bir problem isə çox tez-tez təzyiqlərini ölçməsi və hər panik atak tutduğunda təcili yardım çağırması da onların vəziyyətlərini biraz daha